Marneuli Bələdiyyəsinin Sabirkənd kəndində daxili yolların bərpası davam edir. Layihə çərçivəsində mərhələli şəkildə ümumilikdə 2 kilometrədək kənd daxili yol salınacaq. İşlərin ümumi dəyəri təxminən 800 min larini təşkil edir. Tamamilə yerli büdcə hesabına maliyyələşdirilir. Tikinti işlərinin 2026-27-ci illərdə həyata keçirilməsi nəzərdə tutulur. Layihənin ilk mərhələsi çərçivəsində 2026-cı ildə 800 metr uzunluğunda kənd daxili yolun salınması planlaşdırılır. Bu işlər kənd sakinlərinin nəqliyyat hərəkətini daha rahat və təhlükəsiz edəcək. Hazırda Sabirkənddə daxili yollar səhmana salınır. Onun dəyəri 785 min larini təşkil edir. Bu il 1 kilometr asfalt beton qatı çəkilməlidir. 2027-ci ilin mayında işlər tamamlanacaq. Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi həftəsi çərçivəsində Marneuli Bələdiyyəsinin meriyası Qızıl Acılı kəndində fəaliyyət göstərən Gündüz Qayğı mərkəzinə hədiyyə olaraq oyuncaqlar təqdim edib. Səfər zamanı bələdiyyə meri mərkəzin fəaliyyəti ilə yaxından tanış olub. Mövcud şəraitə baxış keçirib, benefisiar uşaqlar və mərkəzin əməkdaşları ilə söhbət edib. Onların gündəlik fəaliyyəti və ehtiyacları barədə ətraflı məlumat dinləyib. Keçirilən aksiya Gündüz Qayğı mərkəzinin fəaliyyətinə dəstək göstərmək məqsədi daşıyıb. Qızılacılda yerləşən gün mərkəzini ziyarət etdik. Mərkəzin fəaliyyəti ilə tanış olduq. Həm rəhbərlik, həm də uşaqlarla söhbət apardıq. Gün mərkəzi bələdiyyə tərəfindən maliyyələşdirilir. Məqsədimiz uşaqlara dəstək olmaqdır. Uşaq Ailə Cəmiyyət Təşkilatı 10 ildir Marneulidə fəaliyyət göstərir. Mərkəz həm uşaqlara, həm də ailələrinə dəstək olur. Meriya bizim yetirmələrə hədiyyələr təqdim etdi. Onlara təşəkkür etdik. Bolnesidə Sabah 2026 Xalq Festivalı keçirilib. Tədbir Bolnesi Bələdiyyəsinin meriyası və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Danziya kəndində Sulxan Sabah Orbelyanin Ədəbiyyat Muzeyində təşkil edildi. Festival çərçivəsində zəngin mədəni, təhsil və idman proqramı təqdim olunub. Tədbirdə teatr tamaşaları, folklor və xoreoqrafiya ansambllarının çıxışları, Eqari qrupunun konserti, təsviri və tətbiqi incəsənət nümunələrinin sərgisi, satışı, eləcə də müxtəlif idman yarışları təşkil edilib. Festivalın yekun hissəsində Bolnis Bələdiyyəsinin meri Zamur Çitanava çıxış edərək Bolnis və Dmanisi yeparxiyasının baş yepiskopu Efrem ilə birlikdə 2025-26-cı tədris ilində qızıl və gümüş medal qazanan şagirdləri simvolik hədiyyələrlə təltif edib. Marneuli Bələdiyyəsinin Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən musiqi məktəbi tədris ilinin yekununa həsr olunmuş yaradıcılıq gecəsi təşkil edib. Tədbirdə şagirdlər fərdi və kollektiv musiqi nömrələri ilə çıxış ediblər. Gecə çərçivəsində müxtəlif müsabiqə və festivallarda iştirak etmiş şagirdlər müvafiq nominasiyalar üzrə mükafatlandırılıblar. Pedaqoqlara və valideynlərə isə göstərdikləri zəhmət və dəstəyə görə fəxri fərmanlar təqdim olunub. Uşaqlar müxtəlif bəstəkarların əsərlərini ifa etdilər. Konsertdə Rustavidə müsabiqəyə qatılaraq qalib olan uşaqları mükafatlandırdıq. Onların valideynlərinə təşəkkür etdik. Mayın 27-si və 30-da Rustavidə yarışda iştirak etdim. Birinci yeri aldım. Edvard Qliginin əsərini ifa etmişdim. Çətin deyildi, amma həyəcan vardı. Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları küllü miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması, eləcə də satışına şərait yaradılması ittihamı ilə 4 nəfəri saxlayıblar. Təqsirləndirilən şəxslərin üzərində avtomobillərində və yaşadıkları evlərdə aparılan axtarış zamanı satış üçün hazırlanmış, xüsusilə küllü miqdarda narkotik vasitələr və psixotrop maddələr maddi sübut kimi götürülüb. Törədilmiş cinayət əməli 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Daxili İşlər Nazirinin əmri əsasında yaradılmış daimi komissiya tərəfindən Gürcüstanın müxtəlif bölgələrində müxtəlif vaxtlarda keçirilmiş istintaq tədbirləri nəticəsində qanunsuz dövriyyədən çıxarılan 700 kiloqrama yaxın narkotik vasitə məhv edilib. Məhv edilən narkotik vasitələrin qara bazardakı ümumi dəyəri 37 milyonlarını ötür.